Hindistan mövzusunu biz qədim dövrdən bilirik. Orada Mohenjo-daro, Harappa şəhər xarabalıqları olub. Demişdim Hindistanda açar söz var idi. Nə idi? Eradan əvvəl 2-ci minillikdə, yəni bu 5 ərazisinə kimlər gəlirdi? Ari tayfaları Hindistana gəlir. Hind xalqı yaranır eradan əvvəl 2-ci minillikdə. Hindistan sözündə Hind sözü olduğuna görə Hinduizm dini 2-ci minillikdə yaranır. Buddizm dini isə eradan əvvəl 6-cı əsrdə yaranmışdı. Əhəmənilər yürüş etdiyi əsrdə, yəni ilk yaranan Hinduizm dini idi və kastalar yaranmışdı. Bu Hindistanın oldu dövlətdən əvvəlki hadisələri. Biz bilirik Hindistana eradan əvvəl 6-cı əsrdə Hindistana və Misrə Əhəmənilər yürüş etmişdi. Eradan əvvəl 4-cü əsrdə isə 327-ci ildə deyək də, Makedoniya İskəndər həm Misirə, həm Hindistana yürüş etmişdi. Deməli, Misirlə Hindistanın 6-cı əsr oxşar cəhəti odur ki, deməli, Əhəmənilərin hücumuna məruz qaldılar. 4-cü əsr oxşar cəhətləri odur ki, Makedoniyalı İskəndərin hücumuna məruz qalmışdılar. Hindistanda demişdik, vahid halda birləşdirən sülalədən biri də Maurya sülaləsindən 2 hökmdar var idi. Chandragupta, Ashoka. Chandragupta ilk nümayəndə idi Maurya sülaləsinin və Maurya sülaləsi eradan əvvəl 317, eramızdan əvvəl 180-ci illərdə mövcud olmuşdu. Dövləti birləşdirən isə eradan əvvəl 3-cü əsrin ikinci yarısında Ashoka idi. Tarixdə biz bilirik, eradan əvvəl 3-cü əsrin ikinci yarısında dövləti birləşdirən hökmdarlar Teoman Tanhudur, Sinşixuandidi və Ashokadır. Eyni əsrdə dövlətlərini birləşdirmişdilər. Ashoka da Buddizm dininin təbliğat və təşviqat işləri aparmışdı. Adına 30 kitaba qoydurmuşdu və biz bunları bilirik. Və demişdik ki, 4 şir heykəli Ashokanın dövründə eradan əvvəl 3-cü əsr, daşdan yonmuş darvaza isə eradan əvvəl 1-ci əsr idi. Sıfır və şahmatın vətəni demişdik Hindistanda. Və biz gəlirik Hindistanda bir cümləmiz də var idi ki, Hindistana yürüş edənlər Çinə yürüş etməmişdi. Yəni 5 ərazisi Hindistan, 4 ərazisi Çin. Hindistana yürüş edən Makedoniyalı İskəndər, Mihraqula, Mahmud Qəznəvi, Əmir Teymur, Nadir Şah Əfşar kimi hökmdarlar yürüş etmişdi. Çinə isə Mete idi, Muğan Xaqan, Moyonçur, Qapağan Xaqan bu kimi hökmdarlar yürüş etmişdi. Yəni Çinə gedənlər Hindistana getmir, Hindistana gedənlər Çinə hücum etməyir. Hindistan hissəsi biz bilirik ki, bu yürüş edən hökmdarlar da Hindistanı tam tuta bilməmişdilər. Amma Hindistanda 2 dənə dövlət keçmişdi. Dehli Sultanlığı 1206-1526, Dehli də Monqol dövləti ilə eyni ildə yaranır 1206-cı ildə. Hindistan ərazisində bütövlükdə ilk yaranmış türk dövləti Dehli Sultanlığı idi. 1526-cı ildə Panipat döyüşü olur və Panipat vuruşmasında Dehlinin sonuncu hökmdarı İbrahim Ludi böyük Moğol hökmdarı Babur Şaha məğlub olur və Dehli Sultanlığının varlığına son qoyulur. Və 1526-cı ikinci bir tarixdə sinxron döyüş var idi, Moxac döyüşü idi. Burada da Osmanlılar Macaristanı tuturdular. Və biz bildiyimiz kimi artıq bu Hindistanın mövzusu Moğol dövlətinin dövrüdür. Yəni 1526-dan mövcud olub Moğol dövləti 1859-a kimi dövləti Babur Şah yaratmışdı. Babur Şahı adını necə yadımızda saxlayırıq? Dövlət yaradan, Dehli Sultanlığın süqutu uğradan və cizyə vergisini ləğv edən hökmdar kimi və tarixdə vergiləri ləğv edən hökmdarlardan Babur Şahın adı eyni sırada çəkilir. Deməli, Türkiyəli Atatürk, Mustafa Kemal Atatürk aşar vergisi idi. Birinci Təhmasib Səfəvi hökmdarında 1565-də tamğa vergisini ləğv elədi. Cizyəni Babur Şah ləğv elədi. Gödək Əhməd Ağqoyunlu hökmdarı şəriətdə olmayan 20-yə yaxın vergini ləğv etmişdi. Bir də başqa varsa siz də deyə bilərsiniz. Başqa kim var idi vergi ləğv edən? Qopçur vergisini də kim ləğv etmişdi? Qazan xan. Hamzini qəbul edəndən sonra ləğv edir. Bəli, artıq biz Hindistanın keçirik Moğol dövlətinin davamına. Deməli, Moğol dövlətinin ən güclü dövrü, çiçəklənmə dövrü Əkbər Şahın dövrüdür. Əkbər Şah Səfəvilərlə, İspanlarla, Portuqallarla, İngilislərlə bunlarla dostluq əlaqəsi saxlayırdı və çiçəklənmə dövrü kimi yadımızda qalmışdı. Hindistan deməli başlayır artıq İngilis
işğalları biz bilirik ki, artıq 1-ci Yelizavetanın dövründən sonra, yəni 1588-dən sonra İngilislərə dənizlərdə ağalığa başladı və başladılar dünyanı zəbt etməyə, yəni müstəmləkələrinə çevirmələrinə. Deməli, İngilislərin dünyada demək olar hər yerə gediblər. Bir Hind atalar sözü var, Hindistanda deyirlər bunu. Deyir, əgər dənizdə iki balıq döyüşürdü, orada İngilis keçib. Deməli, bu İngilislər dünyada ən çox müstəmləkəsi olan dövlətdir. Avstraliyadır, Kanadadır, Cardır, Afrikanın bəzi müstəmləkələridir, Cənubi-Qərbi Asiyada bəzi dövlətlərdir, sonra Amerikaya gediblər, Cənubi Amerikada orada müstəmləkələri var. Yəni, böyük ərazi baxımından indi orada digər ərazilərin nisbətən balaca olmağına baxmayaraq müstəmləkələri çox olmuşdur. 18-ci əsrdə Hindistanın işğalına başlayan Böyük Britaniya bu siyasəti davam etdirdi. 19-cu əsrin əvvəllərində Hindistanın 4/3 hissəsindən çoxu, yəni 5 ərazisinin Ost-Hind şirkəti var idi. Bu da 1600-cü ildə yaranmışdı. Britaniya parlamentin qərarı ilə şirkətin rəhbəri Hindistanda bütün İngilis mülklərini idarə edən general qubernator elan edilmişdi. İngilis müstəmləkəçiliyinin mərkəzi Kəlküttə şəhəri idi. Deməli, bu Hindistan ərazisində Böyük Moğol dövlətinin tənəzzül dövrü idi və hakimlərin racələri arasında ara müharibələr Hindistanın müstəmləkə ölkəsinə çevrilməsini sürətləndirirdi. Bu İngilislər nə edirdilər? Daxil olurdular dövlətə, orada güya ticarət əlaqələri saxlayırlar, başlayırlar mərkəzi hakimiyyətə müdaxilə və daxildən parçalanmağa başlayırlar dövləti. Əgər bir dövlətdə daxildən parçalanma varsa, xarici dövlət tez o ərazini işğal edə bilir. Deməli, İngilislər, yəni Böyük Britaniya hökumətinin, Böyük Britaniyada bilirsiniz də, xəritədə 8 rəqəmi ilə burada göstərilib, ada dövlətidir. Avrasiya materikinin qərb hissəsində yerləşir və bu İngiltərə gəldi Hindistanı işğal etməyə. Böyük Britaniya hökumətinin Hindistanda müstəmləkə rejimini möhkəmləndirmək üçün racələrin müstəqilliyini formal olaraq saxlaması geniş miqyaslı üsyanların verməsi üçün vacib şərt idi. Deməli, 19-cu əsrin birinci yarısında İngilislər Maratha Konfederasiyasının və Pəncabdakı bir sıra dövlətlərin ərazilərini ələ keçirdilər. Ali hakimiyyəti və vergi yığımını öz əlinə alan İngilislər Hindistanda bəzi ənənəvi qaydaları saxladılar və keçmiş hakimlərə təqaüd formasında ömürlük məvacib verirdilər bu İngilislər. İngilislər 19-cu əsrin birinci yarısında bu siyasəti əhalinin vəziyyətini ağırlaşdırmışdı. Bu şirkət, yəni Ost-Hind şirkəti yeni vergilər təyin etmişdi və şirkətin korrupsiya əməlləri və digər özbaşınalıqları əhalinin vəziyyətini günü-gündən ağırlaşdırırdı. 1856-cı ildə İngilislər asılı olan Aud knyazlığı özlərinə tabe edirlər. Bundan başqa, onu demədim, 1813-33-cü illərdə qəbul olunmuş yeni xartiyalara görə onun Çin və Hindistanda ticarətdə inhisarçılıq hüquqları yox idi. Yəni İngilislər burada inhisarçılıq edə bilməzdilər. Deməli, Hindistanda əsas testə düşən hissələrdən biri Sipahilər üsyanıdır. Sipahilər üsyanı 1857-59-cu illərdə olmuşdu. Səbəb nə idi? İngilislərin müstəmləkə zülmü və zorakı xristianlaşdırma siyasəti idi. Bunun üçün bəhanə lazım idi. Bəhanə nə oldu? Sıravi əsgərlərin yeni patronların istifadəsindən imtina etməsi idi. Çünki patronların deyirlər ki, donuz piy sürdürdülər. Bu da müsəlmançılıqda yoxdur da, donuz ətin haram olduğuna görə bu bəhanə oldu. Sıravi əsgərlər yeni patronların istifadəsindən imtina etdilər və üsyan başladı. Rəhbəri kim idi? Moğol sülaləsindən olan 2-ci Bahadır Şah idi. İştirakçıları sadə xalq idi, hərbiçilər idi. İngilislər tərəfindən imtiyazları və mülkləri əllərindən almış yerli hakimlər idi. Bəs xarakteri nə idi? Müstəmləkəçilər əleyhinə milli azadlıq hərəkatına çevrilmişdi. Lakin buna baxmayaraq 1857-59-da olsa da 2 il davam etdi. Lakin 59-cu ildə məğlub oldu. Məğlub olma səbəbləri var. Vahid rəhbərliyin və komandanlığın olmaması, üsyançıların maraq müxtəlifliyi və nizamsızlığı. Daxildən də xəyanət də var idi. Ümumən üsyanların körtəbii, vahid komandanlığın olmaması, planlı şəkildə, məqsədyönlü şəkildə olmaması üsyanların məğlub olma səbəbləridir.
Nəticədə nə oldu? Üsyanın gedişində Böyük Moğol dövlətinə rəsmən son qoyuldu. Yəni 1526-da Panipatla yaranan Moğol 1859-da sipahilərlə sona çatdı. Sipahilər üsyanı metropoliya, yəni metropoliya o deməkdir ki, öz koloniyalarını iqtisadi cəhətdən, yəni əraziləri istismar edən dövlət deməkdir. Hökumətini əməlli addımlar atmağa sövq edir və bu dövrdə artıq Moğol dövlətinin varlığına son qoyulmuşdu. Deməli 1858-ci ildə müharibənin əslində gedişində 2-ci Bahadır Şahın ingilislər tərəfindən həbs olunaraq sürgün edilməsi Moğol dövlətini daha da süqutunu sürətləndirirdi və bu üsyanla Moğol dövləti artıq süqut etmişdi. Deməli Hindistanda Britaniya Hindistanı adlandırırdılar buranı. Deməli indiki onun ərazisini əhatə edirdi. Hindistan, Pakistan, Bangladeş, Birma torpaqlarını əhatə edirdi. Yadınızda qalsın. Tarixdə 1876-cı ildə 2 dənə sinxron hadisə var. 1876-cı ildə Osmanlının ilk konstitusiyası qəbul olunur. Bir də 1876-cı ildə Kraliça Viktoriya Hindistan imperatritsası titulunu qəbul etmişdi. Yəni bir Hindistana aiddir, bir də Osmanlının konstitusiyası qəbul olunmuşdu. 19-cu əsrin ikinci yarısında Hindistanda kapitalist münasibətlər yaranmağa başladı və 1884-cü ildə Bombeydə milli kapitala məxsus ilk toxuculuq fabriki meydana çıxmışdı. Bundan sonra metropoliyadan fərqli olaraq Hindistanda fəhlələrin vəziyyəti çox ağır idi. Fəhlələrin iş saatı 16 saata çatdı. Yalnız 1890-cı ildə uşaq və yeniyetmələrin əməyindən istifadəni məhdudlaşdıran ilk fəhlə qanunları verilmişdi. 19-cu əsrin sonlarında Hindistanda ictimai həyat aktivləşdi və bundan sonra Avropada təhsil almış, elçinin milli dəyərləri və ənənələrə dərin hörmət edən ziyalıların böyük rolu var idi. Deməli 1885-ci ildə İngilis hökumətinin razılığı ilə yaradılmış Hindistan Milli Konqres adlı yeni ictimai cəmiyyətə nələr aid idi? Burada milli burjuaziyanın yuxarı dairələri və millətçi məmurları və məqsədləri nə idi? Hind xalqının hüquqlarını artırmaq, maraqlarını İngilis parlamentində təmsil etmək idi. 1890-cı ildə bunlarda bu hadisə olmuşdu. Azərbaycan tarixində nə olmuşdu? Sudan istifadə müfəttişliyi yaranmışdı. Yadınızda qalsın. Hindistanla Azərbaycanın da eyni oxşar hadisədir. Bu ingilislər tarixdə ən çox müstəmləkəsi olan dövlət kimi xarakterizə olunur və parçala hökmranlıq et şüarı altında biz bunu Romada da bilirdik. Prinsipi ilə dövlətləri özünə asılı vəzifə salırdılar və müstəmləkəçiliyin özbaşına qarşı etiraz əlaməti olaraq ingilis mallarına boykot edirdilər bu dövrdə. Passivliyinə baxmayaraq boykot ən kütləvi mübarizə forması idi. Bu Hindistan tarixində birinci ümumxalq hərəkat hesab edilə bilər. Deməli, Hindistanda Aud knyazlığı 1856, Sipahilər üsyanı başladı 1857, yatırıldı və Böyük Moğol dövləti 1859-da Hindistanda süqut etdi. Kraliça Viktoriya Hindistanın imperatritsası elan olundu 1876, Bombeydə milli kapital əsaslı iş toxuculuq fabriki 1884, Hindistan Milli Konqresi fəaliyyətə başladı 85, Hindistanda ilk fəhlə qanunlarının verilməsi 1890-dır, Azərbaycanda isə su müfəttişliyi əsası qoyulmuşdu. Deməli 1765-ci ildə Amerikada və 20-ci əsrin əvvəllərində Hindistanda İngilis mallarının boykot edilməsi, bilirsiniz də, burada 1765-ci ildə və 1773-cü ildə Boston çay qanaqlığı var. Və bununla Hindistanda 20-ci əsrin əvvəllərində İngilis mallarını boykot etdilər. Bəs 1775 Amerika Birləşmiş Ştatlarının 1857-ci il Hindistanda nə olmuşdu? Yenə eyni şey. 1775-də Amerikada, yəni Amerika Birləşmiş Ştatlarında və 1857-ci Hindistanda İngilis müstəmləkəçiliyinə qarşı üsyan mübarizəsi baş vermişdi. 1856-cı ildə tarixdə sinxron hadisə var. Biri, 2-ci Tiryək müharibəsi başladı. Çində biz bunu keçəcəyik. 2-ci Tiryək müharibəsi 1856-1860 və Aud knyazlığı ingilislərin tabeliyinə keçir. 1859-cu ildə
Yadınızda qalsın, Azərbaycan tarixində Suraxanada ilk ağ neft zavodu yaradılmışdı. Bir də burada sipahilər üsyanı yatırılır. O Hind şirkəti və Şamaxı quberniyasının ləğv olunması. Sinxron hadisələrə baxın, Şamaxı quberniyası ləğv olundu. O Hind şirkəti ləğv olundu. Sipahilər üsyanı yatırıldı. Suraxanada ilk ağ neft zavodu 1859-da yaradıldı. 1876-cı ildə yenə dedik və 1885-ci ildə isə iki hadisə nə idi? Deməli, Fransa-Çin müharibəsi başa çatdı. Hindistanda nə yaranmışdı? Milli Konqres fəaliyyətə başlamışdı. Bundan başqa, 1890-cı ildə Hindistanda ilk fəhlə qanunları yenə verilmişdi. Qafqaz su müfəttişliyi yaradılmışdı Azərbaycanda. Bir də Otto von Bismarck istefa vermişdi. 1863-cü il Zaqatala və 1850 sipahilər üsyanına oxşar cəhəti milli zülm və xristianlaşdırmaya qarşı baş vermələri və 1884 Hindistanda və 1900-cü il Azərbaycanda olmuşdu. Milli kapital əsasında ilk toxuculuq fabriki açılmışdı. 1884 Hindistanda, 1900 Azərbaycanda.